Salam, hər vaxtınız xeyirli olsun. Safiyyənin mətbəxinə xoş gəlmisiniz. Bugün sizlərlə az ərzaqla və çox da tez hazırlanan sadə bir piroqu necə hazırladığımı bölüşmək istəyirəm. Əgər maraqlıdırsa, keçək hazırlamağa. Öncə qabımıza 3 ədəd yumurtanı əlavə edirəm. Qeyd edim ki, işlətdiyim ərzaqlar otaq temperaturundadır və 1 stəkan şəkər tozu, 1 çimdik duz əlavə edib qarışımı yaxşıca ağarana qədər çırpırıq. Videoda da gördüyünüz kimi artıq xəmirimiz ağarıb və indi üzərinə 90 ml duru yağ və 120 ml süd əlavə edib qarışdırıram və bu müddət ərzində 2 stəkan yarım ələnmiş unun üzərinə şəkərli vanilin və bir bağlama qabartma tozunu əlavə edib qarışdırıram. Və bunları hissə-hissə qarışıma əlavə edib xəmirimizi qarışdırırıq. Artıq xəmirimiz yaxşıca qarışıb və mən indi sizə xəmirin axıcılığını da göstərəcəm. Deməli, burada üstündə gördüyünüz qarışmamış un, xəmir qarışdıran aparatın qarışdıranın üzərində qalan undur. Yəni, artıq un əlavə etməmişəm. Ümumilikdə 2 stəkan yarım, 200 ml stəkanla un əlavə olunub və xəmirin axıcılığı da bu cür, yəni bu qatılıqda olmalıdır. İndi yumurtanın iriliyindən asılı olaraq sizdə biraz az, biraz çox gedə bilər. Və mən yağlı kağız sərilmiş 22 ölçülü, diametrli qabda bişirirəm. Sobanı artıq yandırmışam, isinib 170 dərəcəli sobada bişirəcəm. Siz də öz sobanıza uyğun dərəcəni seçin. Deməli, mən üzərinə bu cür quru dənəvər kəsmik əlavə etdim və dondurucuda qalan, yaydan saxladığım vişnə əlavə etdim. Siz istədiyiniz, yəni donmuş meyvələrdən istifadə edə bilərsiniz. Hətta bu piroqu, yəni nə kəsmik, nə də quru bu cür donmuş meyvələr istifadə etmədən sadəcə evdə olan cemlə də hazırlaya bilərsiniz. Baxın, bu cür mən necə qaşıqla burada albalını qoyuramsa, siz də eyni qaydada cemlə hissə-hissə qoyub bir balaca xəmirin içərisinə doğru getməyinə köməklik edəcəksiniz və həqiqətən çox ləzzətli piroqunuz alınacaq. Və üzərinə biraz da şəkər tozu əlavə edirəm. Burada həm kəsmik, həm albalıya görə. Və sobaya göndərirəm. Baxın, bu cür üzü tam qızarana qədər bişirirəm. Hardasa 40-45 dəqiqə ərzində bişir və kənarlarını qabdan ayırıb qabı çıxardıram. Altından kağızı da çıxardıram ki, piroqumuz soyusun. Düzdür, bizdə uşaqlar biraz məni tələsdirdilər. Mən piroqu elə isti-istidə kəsdim. İndi çəkilişdə də görəcəksiniz. Ancaq soyuduqdan sonra kəssəniz daha məsləhətlidir. Çox gözəl, yumuşaq, yəni xəmiri alınır. Eyni qaydada hazırlayın. Əminəm ki, həm uşaqlarınız, həm də özünüz çox bəyənəcəksiniz. Məndən bu qədər. Siz isə mənə dəstək olmağı unutmayın. Bu sizin üçün asan, mənim üçünsə çox dəyərlidir. Baxın, gördüyünüz kimi piroqumuzun mən sizə xəmirini də, içini də göstərirəm. Həqiqətən çox gözəl bişmiş xəmir alınır. Ən azından bir dəfə hazırlasanız, inanıram ki, tez-tez hazırlayacağınız bir piroq olacaq. Allah hər birinizin evinə bol ruzi bəxş etsin. İstədiyiniz təamları hazırlayıb ailə üzvləri ilə nuş edəsiniz. Sağ olun, Allah'a əmanət olun. Gələn videolarımda görüşənədək.